İnsanlar məsələn bir xanım sevirlər, bir qadın sevirlər. Onun bütün istədiyi yerinə yetirirlər də. Belə deyək də, ağdırsa ağ, qaraya ağdırsa ağ deyirsən, ağa qaradırsa qara deyirsən. Nə var onun belə deyək də istədiyini eləyəsən. Onun sevgisini qazanasan. Müəyyən bir vaxta qədər belə deyək də, nə deyir onu eləyirsən, nə deyir onu eləyirsən. Qıraqdan bir kölə kimi görsənir adam. Təsəvvür et, kölə elə bir kölədir də, bir qadının köləsidir. Elə görsənir. Çünki istəyir ki, onu sevsin. Sevirək o xanımı. O xanımın da onu sevməsi üçün əlindən gələn hər bir şeydir. Hər bir şeydir ki, o bir dənə onu sevsin. Allaha elə köləlik eləmir insan, təsəvvür edirsən. Bax, belə insanlar var. Baxın, kənardan yəni belə insanlar görərsiniz. Nə üçün edir? Bir qadının onu sevməsi üçün. Bəs Allah üçün. Allah səni sevməsi üçün sən çalışmalısan. Allah səni sevməsi üçün, əziz qardaşım, bu əxlaqlı olmalısan. Təqvalı olmalısan, səbirli olmalısan, yumuşaq sözlü olmalısan.